karşılaşma başladı. Pas. Ablallarında Gölyev, cərimə meydançasına doğru Duran saxlayır. Duran zərbəsi. Gözləməyə vaxtı var idi burada. Leandro ötürməni verir geri. Kadi saxlamadan yoxlayır geridə. Simic burada uğurluyur topu Kadi'dən. Qalır ayaqda. Ötürməni verə bilir Paris. Paris'ten Xəyala. Xəyal çəkdi sağa. Xəyal Aliyev. Kokaski. Daha bir zərbə. Top qapıdadır. Baxırıq baş hakimə. Mərkəzi göstərir Rauf Cabbarov. Umar Ali Rahman Aliyev. Sabah hesab açır. Top itkisindən sonra komandalar belə olan halda əlbəttə top itkiləri həll edici rol oynaya bilir. Umar Ali Rahman Aliyev'in golu bax bu şəkildə topu qaytardı. Mateusz Kokalski qaydan top çatdırdı özünü Umar Ali və topu qapıdan keçirdi. Burada oyundan kənar vəziyyət yox idi. Mərkəzə. Sağ caha Leandro. Leandro'dan qapı qarşısına uzaqlaşdırır Pokatilov. Zıdatka topu saxlayır meydanda. Sol və uzaqlaşdıra bilmədilər. Cefer Guliyev'in zərbəsi. Kadi yaxın məsafədə burada 50 oyun var idi ama top qapıdan keçdi. Penalti nöqtəni göstərirdi Rauf Cabbarov. Ama top qapıdan keçdi və Rauf Cabbarov artıq burada mərkəzi göstərir. Pokatilov uzaqlaşdırır. Zıdatka burada bir qədər həddindən artıq soyuqqanlı davrandı Sabahın müdafiəçiləri. Nəticədə topu yaxşı uzaqlaşdıra bilmədilər. Rəhman Daşdemirov yeri gəlmiş, onun artıq sarı vərəqəsi var. Və burada top onun əlinə toxundu. Ardından isə qapıya daxil oldu. Bir də bu rakursdan baxaq. Bəli. Bu isə vardan gələn görüntü. Keçirilən gəlin indi bu üçün də izləyək. Leandro Andrade cərimə meydançasında da yerdə qalır Leandro Andrade. Rauf Cabbarov bu dəfə də davam deyir. Əla fərdi oyun futbolçular tərəfindən. Bu isə Leandro Andrade'nin Mateusz Pukaçla mübarizədə yerdə qaldığı epizoddur. Müxtəlif rakurslardan izləyək. Sanki ayağı boşa gitti Leandro'nun. Kadi'dən sağa. Leandro qapı qarşısına və burada çatdıra bilmir özünü Camilo Duran. Top qalır meydanda, üçün davam edir. Dani Bolt topu saxlayır və irəliləyir dərhal cünahla. Ötürmə Leandro Andrade. Montiel qəbul edir, bomboş zərbə və top qapının yanından keçir. Mateusz Pukaç və top qaydır burada dirəkdən. Ardından isə topu qapı xəttindən çıxarır. Pedro Bicalho indi. Pukaçın zərbəsinin təkrarı. Güzel hesablamışdı 9'luğa burada. Pukaç bir qədər çatmadı dəqiqlik. Elvin qəbul etdi burada. Top Qarabağda. Bicalho yaxşı gördü Duranı. Durandan mərkəzə. Kadi sağda. Top istəyir. Leandro qəbul edir. Leandro yoxlayır. Pokatilov uzaqlaşdırır. Qaydan top Kadi'yə düşür. Kadi'nin zərbəsi isə geridə qalır. Montiel baxdı, skan elədi ətrafı və sağa oynadı. Təkrar Montiel. Kadi yerindən yoxlayır və top qapıdadır. Dubl. Kadi 2-1 Qarabağ öndə. İkinci hissənin ilk 15 dəqiqəsinin məntiqi. Baxırıq təkrara. Leandro Andrade burada qəbul etdi. Ötürməsini verdi Montiel'ə. Montiel baxdı ətrafına oynadı Kadi ilə. Kadi kifayət qədər sərbəst idi. Və təxminən 20 metrlik məsafədən hədəfi dəqiq nişan alır. Qarabağ 2, Sabah 1. Bolt. Təkrar Kadi ilə. Əla burada görür Kadi Montiel'i. Montiel çox gözəl keçir. Montiel! Güzel çəkdi sola və zərbəsi də yaxşı alındı. Sadəcə qeyri dəqiq. İndi Sabahın fürsəti var. Paris'in ötürməsi keçir. Simic özünü çatdırır. Simic yerdə qalır. Nöqtəni göstərir Rauf Cabbarov.
Sabah ikinci hissede hayata geçirdiği nadir hücumlardan birinde penalti hüququ əldə edir. Baş hakimin mövqeyidir. Gəlin baxaq. Simic burada özünü çatdırdı topa. Yayındı və zənnimcə bu penaltidir. Zənnimcə kifayət qədər yöndəmsiz oynadı bu epizodda Medina. Daha uzaqdaydı və topa ehtiyatsız getdi burada. Toxundu mu topa Kevin Medina ümumiyyətlə yoxsa yox, amma zənnimcə burada qaydanı pozulmuşdu. Yekun qərar VAR-ın da yəqin öz baxışı var. Deyir bununla bağlı Rauf Cabbarov. Yanında Umar Ali. Zərbə qapıya və 2-2. 2-2. Yenidən hesab bərabərdir. Bu dəfə bərabərləşdirən tərəf Sabahdır. İkinci hissəyə Qarabağ daha üstün başlasa da fürsət əldə edən kimi o fürsəti penaltiyə çevirdi Sabah və bu penaltini Sabahda olduğu üçün. İndi isə Sabahın növbəti hücumu İsayev. İsayevin ötürməsi qapıya doğru zərbə və burada Kohalski xilas edir. Amma qarşıda hələ çox müddət var, görək. Biz isə növbəti gün zərbəsini izləyirik. Sabahın ifasında. Kohalkin ötürməsi gəlir. Zərbə qapıya və top qapıdan yan keçir. Boş idi qapı. Simic yoxladı və zərbəsi geridə qaldı. Deyəsən Sabah oyuncuları və yaxud burada başqa iddiaları var, gəlin baxaq. Və qərar qapıdan zərbədir. Medina top ələ keçirdi mərkəzdə. Vikalya ötürməsi, Kamilo Duran yerdə qalır. Sabah futbolçuları mümkün penalti epizodu ilə bağlı burada bu epizodu penalti kimi dəyərləndirir Qarabağ futbolçuları. Əslində bənzir, kifayət qədər bənzir Kəpəz Qarabağ maçında olan epizoda. Simic, Umar Ali və bununla da final fiti səslənir. Qarabağ Sabah dueli yarım final üstünün ilk maçı 2-2 hesabıyla başa çatır.